Her yerde seni görürəm. Bismillahirrahmanirrahim. Biz hal-hazırda Rusiyanın paytaxtı Moskva şəhərində Mərkəzi Cümə məscidindəyik. Moskva şəhərində yaşayan Əhl-i-Beyt aşiqləri bu gün Mərkəzi Cümə məscidinə cəm olaraq müqəddəs Qurban Bayramının namazını qılıblar. Ey mehriban Allah! İbrahim peyğəmbərin hörmətinə xatir bizi günahları bağışlanan bəndələrdən et. Bu dua bu gün Prospekt Mira məscidində toplaşmış hər bir möminin dilində əzbər idi. Mərkəzi Cümə məscidində cəm olan Əhl-i-Beyt aşiqləri bu müqəddəs günün fəzilətini əldən verməmək üçün məscidə cəm olaraq namaz qılıb dualar etdilər. Allahumma əhlal kibriyai vel azamah. Prospekt Mira metrosunda yerləşən Mərkəzi Cümə məscidində toplaşan çoxsaylı Əhl-i-Beyt aşiqləri Moskva saatı ilə 9-da da bayram namazı qıldılar. Bayram namazının imamı olan ilahiyyatçı alim Seyid Rəşid namazdan sonra möminlərə bayram xutbəsi söylədi. Ona görə Allahın bu gözəl cəmal sifətlərini zikr edəndən sonra orada bir cümlə dediniz, siz də dediniz məndən bərabər. İlahi bi haqqi hadəl yol. İlahi və Rəbbim, ey bu əzəmətli sifətlərin, bu cəmal sifətlərin sahibi. Səni an verirəm bu günün haqqına. Bu günün haqqına. Hansı gündür bu gün? Cəaltəhu lil-musliminə idən. Səni an verirəm bu günün haqqına ki, sən bu günü müsəlmanlar üçün bayram qərar verdin. Və Peyğəmbərimiz üçün sallallahu aleyhi və aleyhi üçün zuxrən və şərəfən və kəramətən və məzidən. Peyğəmbərimiz üçün bu günü zinət, şərəf, kəramət və nimət olduğu qərar verdi. Daha sonra Rusiyalı möminlər bu müqəddəs bayram münasibəti ilə bir-birlərini təbrik etdilər. Bu bayram münasibəti ilə cəmi müsəlmanları, o cümlədən də xüsusilə Əhl-i-Beyt şiələrini və birinci növbədə İmam Zaman ağanı təbrik edirəm və onun naibi Seyyid Əli Xameyni başda olmaqla cəmi müştəhidlərimizi təbrik edirəm. Mübarək Qurban Bayramı bütün müsəlmanların müştərək olan bir bayramıdır və bu bayramda bütün müsəlmanlar öz birliklərini və vəhdətlərini hiss eləyirlər. Əvvələn mən bu gözəl bayram münasibəti ilə Qurban Bayramı Eyd-el Əkbər ki, gəlib hədislərimizdə varid olub ki, ən böyük bayram adı ilə, bu İslamın ən böyük bayram münasibəti ilə bütün İslam dünyası, müsəlmanları, xüsusilə Azərbaycan xalqı millətini təbrik edirəm. Və Allahın verəm izzətinə, cəlalına bütün İslamı və müsəlmanları əziz, izzətli və hər yerdə qalib eləsin inşallah. Amma bugünün bayram gününün məsələsi, bunu hər kəs bilir ki, Allah Teala Quran-ı Kərimdə açıq-aşkar buyurub ki, İbrahim əleyhissalam və İsmail əleyhissalamla bağlıdır ki, Allahın əmri ilə. Amma əsas mahiyyəti, əsas fəlsəfəsi, əsas hikməti bu gündə, Qurban gününün əsas hikməti heyvan kəsmək və yaxud heyvan kəstirmək deyil. Bu gündə İbrahim Peyğəmbərlə İsmail əleyhissalamın simasında insanlığın Allaha necə itaat eləməsidir. Əsas məsələ odur. Ümumiyyətlə bu cür tədbirlərdə elə bir maneə yoxdur. Allahın köməyi ilə nə hökumət tərəfindən, nə müftiyyət tərəfindən, nə məscid rəhbərliyi tərəfindən, nə şəhər hökumət tərəfindən. Amma bu illər məlumatımız var ki, Moskva şəhərinin Birlov tərəfində olan məlum hadisə ki, qətl hadisəsi baş vermişdi. Bu biraz bizim bayram qabağı çox narahatsızlığımıza səbəb oldu. Çünki bir növ bizim müsəlman, bizim millətindən bağladılar bu məsələni. İnşallah bu məsələ ayrı olar və hər kimdə olsa bu işi törədən biz bu cür hadisələrə pisləyirik. Heç bir günahsız insanı qətlə yetirmək olmaz. Və lakin onu da deyirik ki, bu işdən heç kimdə sui-istifadə eləməməlidir. Xəyal Müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.